Bəli, hər il aprelin 26-sı dünyada Ümumdünya Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Bu barədə qərar Beynəlxalq Əqli Mülkiyyət Agentliyinin Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qərara əsasən keçirilir. Azərbaycan 1995-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının üzvüdür və ölkəmiz bu istiqamətdə beynəlxalq əlaqələrini getdikcə daha da genişləndirir. Eyni zamanda ölkəmiz bu istiqamətdə həm də zəngin təcrübəyə sahibdir və Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara, sənədlərə də qoşulub. Ölkəmiz müəlliflik və əlaqəli hüquqlar sahəsində müxtəlif konvensiya və müqavilələri qoşulduqdan sonra bu istiqamətdə mühüm, daha böyük nailiyyətlərə sahib olub. Əqli mülkiyyət innovativ inkişafın əsas aparıcı driverlərindən biridir. Bugünkü dəyərli masada da bu istiqamətdə mühüm fikirlər səslənir. Nəzərə alınmalıdır ki, informasiya texnologiyaları süni intellekt sürətlə inkişaf edir. Tədbirdə də dəyərli masada da qeyd olundu ki, ölkəmizdə müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin könüllü qeydiyyat sistemi yaradılıb. Müəlliflər və hüquq sahibləri əsərlərini Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirirlər. Qeydiyyat prosedurları isə qeyd olundu ki, ilbəil daha da asanlaşdırılır. Mən istəyirəm bir neçə rəqəmi də tamaşaçıların diqqətinə çatdırım. Belə ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək 17 mindən çox əsər və əlaqəli hüquqların obyekti qeydiyyatdan keçirilib. 2025-ci ildə 214 patent verilib. İxtira fəallığı da 2024-cü ilə müqayisədə ötən il artıb. Ötən il əmtəə nişanlarının dövlət reyestrində 3100 nişan qeydiyyata alınıb. Həmçinin 512 müəllif hüquq sahibinə məxsus 900 əsər və əlaqəli hüquqların obyekti olan ifa qeydiyyatdan keçirilib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir. Göründüyü kimi ölkəmizdə bu vacib sahədə mühüm işlər görülür və mütəmadi olaraq da bu istiqamətdə ictimaiyyətə geniş məlumatlar verilib. Bugünkü dəyərli masada da həmçinin görülən işlərin bir növ həm də hesabatı verildi.